Kardeşlerim, dünenki mitingimizde biz mahallegelik tətil elan ettik. Dedik ki, erzak mağazalarından başka bütün təşkilatlar demek olar ki tətillərə koşulurlar. Yanvar ayının 19'undan 20'sine geçen gece ve ondan sonraki bir neçə gün Azerbaycan'ın payitahtında ve diğer bazı rayonlarında baş veren hadiselerin tarihi kıymeti verilecek. Lakin hələlik ben istəyirəm bizde olan malumatlara göre bu hadisenin törədilməsinin kısa kronologiyasını özüm bildiğim gibi size izah edeyim. Bilirsiniz ki Azerbaycan'ın marionetka partiya rəhbərliyi Moskvanın elinde, Gorbaçovun elinde, Ermeni mafyasının elinde bir oyuncaq idi. Ve o partiyanın liderinin ağılsız, səviyyəsiz bir adam olduğu bütün xalqa malum idi. Ve o adam, o mənfur insan ancak öz kreslosunu, isti yerini, öz nüfuz ve şöhrətini saxlamaq məqsədilə Azerbaycan xalqına bu müsibətlərin gətirilməsində mühüm rol oynayan bir şəxsiyyətə çevrildi. Bir neçə gün, həmin müddətdə, hansı ki Abdurrahman Vəzirovun istifa verməsi məsələsi qaldırılmışdı. O Bakıda özü təşkil elədi, orada erməni qırğını yarattı. Və bir neçə erməninin ölməsi ilə əlaqədar onlar çalışdılar ki, Bakıya qoşun gəlsin və onun isti kreslosu qorunub saxlansın. Azərbaycan Xalq Cəbhəsinin liderlərinin böyük səyi, köməyi və xalqın onlara olan inamı nəticəsində bu ağılsız qırğın dayandırıldı. Bakıda olan ermənilərin təhlükəsiz surətdə Bakıdan çıxmasına Azərbaycan Xalq Cəbhəsinin liderləri kömək elədi. Və vəziyyətin sakitləşdiyini görən Vəzirov Mərkəzi Komitəyə, onun bürosuna təzyiq göstərməyə başladı ki, Bakıya qoşunlar yerilməsi haqqında sənədi imzalasınlar. Lakin heç kəs bu sənədi imzalamadı. Onda təsir Azərbaycan Ali Soveti Rəyasət Heyətinə, Elmira Qafarovaya yönəldildi. Lakin Elmira Qafarova və Azərbaycan Ali Soveti Rəyasət Heyəti də həmin sənədi imzalamakta imtina etdikdə, Abdurrahman Vəzirov özü şəxsən bütün məsuliyyəti öz üzərinə götürərək qoşunun Bakıya gətirilməsinə icazə verərək özü aradan çıxdı. Bu hazırlanmış bir hərəkət idi. Bu xalqı qırğına vermək üçün Vəzirov Gorbaçov mafiyasının hərəkəti idi. Və hələ dekabr ayının 17-si 18-də Bakının xəstəxanaları qospitallara çevrilməyə başlamışdı. Və əvvəldən də bilirlər ki, burada kütləvi qırğın olacaq. Və xalqı qırğına vermək üçün əvvəlcədən kütləvi surətdə hazırlaşdırılmışdı. Və bu vəziyyətdə Mikhail Gorbaçov baxmayaraq ki, o böyük bir siyasi sima kimi dünya miqyasında tanınır. Televiziya vasitəsilə dünyaya elan edir ki, Azərbaycan ekstremistləri, Xalq Cəbhəsi tərəfindən qızışdırılmış ekstremistlər Rus ordusuna hücum eləmiş və Rus ordusu müqavimət göstərməyə, özünü müdafiə etməyə və qarşı ateş açmağa məcbur olmuşdur. Sizə məlumat verərək bildirmək istəyirəm. Orada heç kəsdə silah olmayıb. Heç bir güllə əskərə tərəf atılmayıb. Verilən məlumata görə ki, orada 14 əskər ölüb. Ola bilsin, onlar silahdan istifadə bilmədiyi üçün ölüblər. Ola bilsin ki, arxadan özlərini hardasa gələcəkdə siyasətdə bəraət qazandırmaqdan ötürü onları bilərəkdən vurublar ki, sonradan desinlər ki, bu xalq bunları öldürmüşdü, ona görə biz xalqı qırdıq. Abdurrahman Vəzirov həmin vəziyyətdən sonra Azərbaycandan qaçıb çıxıb və həmin vəziyyətdə Bakıda baş verən hadisələrdə Azərbaycan hökuməti, Azərbaycan dövləti, Azərbaycan Komünist Partiyası xalqı axıra qədər satıb və onlar özləri bu vəziyyətdə xalqa hansı yolu göstərməyi, xalqa liderlik etməyə bacarmayıblar. Çünki xalq onların dalınca getmir. Əgər biz hardasa hakimiyyəti xalq hakimiyyəti adlandırırıqsa, əgər hardasa bir partiya ilə xalq yekdildir sözünü işlədiriksə, bunlar hamısı yalan və boş söhbətlərdir. Və Azərbaycan Komünist Partiyasına heç kəsin inamı yoxdur. Necə ki, Sovet İttifaqı Komünist Partiyasına inamı yoxdur. Hazırda güclü bir siyasi trük işlədilir. Siyasi trükün mahiyyəti ondan ibarətdir ki, partiya işçiləri özləri, partiyanın liderlərinin özləri məsələ qaldırırlar ki, Azərbaycanın müstəqil Komünist Partiyası yaradılsın. Bu partiyanı xilas etməyin yeganə yoludur, yeganə üsuludur və bu üsuldan çox məharətlə istifadə etməyə çalışırlar. Və hardasa bəlkə də başa düşməyən, bəlkə də bilərəkdən bu işə qol qoyan kommunistləri öz ardınca aparmağa çalışırlar. Açıq burada demək lazımdır. Burada dünən Komünist Partiyasından çıxmayanların damarında Azərbaycanlı qanı axmadığı barını deyən sözə bəzi kommunistlərin, hələ də kommunist olaraq qalanların narazılığı oldu. Açığını demək lazımdır. Bugünkü vəziyyətdə biz özümüz hər halda etiraz səsimizi ucatmalıyıq. Düşmən bizdən qat-qat güclü, siyasətli və ağıllıdır. Düşmənin sözü bütün dünya miqyasına gelib çıxır. Ancaq bizim sözümüz Azərbaycan hüdudlarından kənara çıxa bilmir və bizi dünya eşitmir. Və Zaman Xəbərlər proqramının verdiyi
verdiği malumatlara uygun olarak bütün meselede bizim hakkımızda ekstremist halk cephesi hakkında ekstremist bir güve kimi təsəvvür yaranıb. Bizim yegane etiraz yollarımızdan biri odur ki, komünistler hamısı bir nefer kimi Komünist Partiya sıralarını terk etsin. Eğer böyle olarsa biz bütün dünyaya sübut edemeli olacağız ki bu kırda güvelerin, bu ancak halk cephesinin, ancak bir grup ekstremistin yok, bütün halkın harekatıdır ve halk hakikaten yektildir ve birgedir. Bizim halkı parçalamaya çalışanlar tarih boyu bizim eyyanlarımızı alıplar, onları ele geçiripler, onlara muhtelif vazifeler vaat etmekle Azerbaycan halkından onları ayırmaya çalışıplar. Benim ayağın kadar nail oldular. Bugün bizim bu sosyal birliğimiz düşmanı korkudur ve düşman çalışır ki bu birliğimizi yeniden sarsıtsın, yeniden Komünist Partiyasını bizle müdafaa edip korusun ve saklasın. Ben bilerekten ki bütün halk Ayaz Mütallimova nifret edir. İndiden yeniden Ayaz Mütallimova Azerbaycan Komünist Partisi lideri koymaya çalışırlar ki yeniden çaklaşmalar devam edesin. Yeniden burada kırgınlar devam edesin. Ve bugün öyle bir vaziyet yaranıp ki bizim Daxili İşler Nazirliğinin, Devlet Təhlükəsizlik Komitəsinin ve diğer teşkilatların bizim hərbi komissarlıkların ellerinden öz şahsi silahlarını da alıplar. Bakıda milis işçilerinin büyük ekseriyyeti öz bölanlarını cırıblar. Çünkü onların öz vəzifəsini yerine getirmeye icazə vermirlər. Bütün halka karşı bugün hareket edir. Təkcə halk cəbhəsinə yok. Bütün Azerbaycan halkına karşı gelen harekete milis işçiler ve komünistler öz etirazını bildirmelidir. İtiraz bildirmeyen yegane yollarından biri kütləvi surette Komünist Partiya sıralarından çıkmaktır. Komünist Partiya sıralarından bugün biz çıkmasak, bugün biz Komünist Partiya sıralarında kalsak, Moskva'nın elinde ideoloji bir silah olacak bize bildirmeye ki, yani Komünist Partiyası bu siyaseti beğenir. Komünist Partiyası Gorbaçov siyasetini beğenir ki, bakmayarak ki halk cephesinin halkın Komünist Partiyasından çıkma hakkında çağrışları olmasına bakmayarak yine de komünistler bu ideala sadık kaldılar ve Komünist Partiyasından çıkmadılar. Bugün yeniden Bakı'da güçlü siyasi Türk işletilir Moskva tarafından ve bugün onlar Bakı'dan Rus halkının nümayelerini köçürmek meselesini kaldırıblar. Özler kaldırıp Moskva kaldırıp ve Bakı Rusları hansı Azerbaycan halkının karakterini, beynelmiləçi humanist karakterini başa düşen Bakı Rusları Bakı'dan çıkmaktan imtina edildikdə onlar emir vasıtasıyla hərbiçilerin arvadlarını, hərbiçilerin ailelerini Bakı'dan çıkarırlar ve onları günde televizyada göstererek halkı gıcıklandırmaya çalışırlar ki bu harekata rayonlar Bakı'nın halkı da koşulsun. Bu iftirayla onlar özlerinin çirkin emellerini dünya miqyasında örtbastır eləmək istəyirlər ve bildirmək istəyirlər ki güya Azerbaycan halkı yalnız Ermeni ekstremistlerine değil, güya bütün Hristiyan dünyasına karşı çıkıyor ve bunu sübut eləmək məqsədiyle onlar Bakı'dan Rusların köçürülmesi siyasetini tebliğ edip, mecbur edip ve bunu dünya miqyasına yaymaya çalışırlar. Ben Zaqataların bütün komünistlerini Komünist Partiya sıralarından çıkmaya çağırıram. Bizim halkımızın bugün ağır günüdür ve biz burada səhv bıraksak tarih bu səhvi bize bağışlamayacak ve indi biz belki de qaytardılar siyasetine uygun olup otursak ki bugün halk cephesine koşulmayın, sabah halk cephesini kıracaklar ki siz onda temiz yerde kalacak. Bu siyaseti yürütenler bugün halka düşmançılığı edirlər. Böyle siyaset yürütmek olmaz. Belki de qaytardılar psikologiyası tarih boyu bizi məhv edib. Bugün bu psikologiyadan dönmek lazımdır. 100 binlerle Komünist Partiyasının sıralarından çıkıp ve Komünist Partiyası onsuz da eğer biz partiyadan çıkmasak da Komünist Partiyası siyasi güve kimi Azerbaycan'da faaliyet göstere bacarmayacak. Çünkü daha hiç kez partiya sıralarına dahil olmayacak. Ve bu partiyadan çıkmak mesela problemi onsuz da devam edecek. Eğer siz isteseniz de istemeseniz de. Ona göre belki de qaytarırlar psikologiyası olanları deyirəm ki o güce eğilen bizim psikologiyalı adamlarımız var. Hansı taraf güçlüdürsə o taraftadır. Ben size açığını deyirəm. Siz de bilin. Biz sabah artık Azerbaycan'da Komünist Partiyası güçlü siyasi kuvvet kimi faaliyet gösterebilmeyecek. Siz partiyadan çıksaz da, çıkmasaz da. Ama bugün halka koşulun. Bugün bizim halkımıza olan bu istilanı, bu işgala öz itiraz alametiniz olarak bugün hamı Komünist Partiyası sıralarından çıkmalıdır. Rayonda, Respublikada Azerbaycan Halk Cephesinin ləğv olunması, onların liderlerinin həbs olunması hakkında çoxlu şayiələr gəzir. Ben size deyirəm, bütün dünya qanunlarına göre Azerbaycan Halk Cephesini Azerbaycan'da ləğv etmək için bütün ictimai təşkilatlar ləğv olunmalıdır. Çünkü Azerbaycan Halk Cephesi devlet tarafından təsdiq olunmuş, faaliyet gösteren bir ictimai təşkilattır. Bizi bu vəziyyətdə yeniden bize qoşun salmaq, bütün rayonlara Azerbaycan'ın hamısını, bütün halkı avtomat altında saxlamaq istəyirlər. Ve bu meselenin
əlaqədar Rus xalqından Azərbaycandan çıxılması məsələsini Moskvada reklam edirlər və o Moskva tərəfindən olunan bir siyasi trükdür. Bu məsələyə qoşulmayın. Bakıda Salyan kazarmalarına oradaki aç kalmış askerlere çöre yaparan 2 Rus'u vururlar, gülləliyiblər. Bakı Rusları xalqlandı, xalqla birgədir. Ona göre Bakıda tarixən yaşayan Ruslar Bakını terk etmir. Lakin Yazov'un emrine esasen ancak hərbiçilerin aileleri Bakını terk edirlər. Zaqatala'da yaşayan Rus dilli milletlerin nümayəndələri miting geçiriblər ve Moskvanın bu işgalçı siyasetine etiraz seslerini Esrari Sovetine, Esri Milletler Sovetine gönderiblər. Ben buradan silahımızı elan edirəm. Böyle iftiralara uymak olmaz. Biz hiç bir xalqın düşmanı olmamışıq. Bizi mecbur eləyiblər ki cavab qaytaraq. Lakin bugün hardasa öldürülen bir Erməninin, hardasa bir şillə vurulan Erməninin adı familiyası Moskvada çekilir. Ama Azerbaycan'ın, Bakı'nın küçelerinde kırılan yüzlerle adam hakkında hiçbir kelime de değildir. Bütün bu şeyleri biz görmeliyiz. Başa düşmeliyiz ki Moskva'nın verdiği malumatlar, onun çoxusu kızıştırıcı karakter taşıyor. Onlar bugün istəyirlər öz xalqını, Gorbaçov Rus xalqını güdaza verir bugün öz siyasetini hayata getirməkdən ötürü. Ona göre Moskva o meseleleri tebliğ edir. Cemaati kızıştırır ki bugün bütün Hristiyan aleminin xalqlarına karşı Azerbaycan'da hareket yaransın ki onun adında olan bu büyük lekeni, bu iğrenç silinmez bir lekeni Azerbaycan halkının üstüne atsın ve koşunların Bakı'ya yeridilmesi, Bakı'nın Azerbaycan'ın payitahtının işgal olunmasına çalışır ki orada hardasa bir Rus'a özler demişken bir apravdalya kazansın. Bizim bu dəqiqə əsas meselelerimiz hansı yolla gitmeliyik problemi bizim karşımızda durur. Biz hansı yolu tutmalıyıq ve hansı yolla gitmeliyik. Ben öz fikrimi deyirəm. Azerbaycan Xalq Cəbhəsi Milli Məclisin üzvü kimi Xalq Cəbhəsinin özümün şəxsi fikirlərimi burada izah edirəm. Ve eğer kimse bu fikirden razı değilse bunu Azerbaycan Xalq Cəbhəsi Zaqatala şöbəsinin adına yazmak lazım değil. Bizim nizamnamemizde yazılır ki Azerbaycan Xalq Cəbhəsi Azerbaycan'ın süverenliği uğrunda mübarizə aparır. Yani yeniden kurma taraftarlarının cəbhəsidir. Bize Gorbaçov'un yeniden kurması yok, halkın yeniden kurması lazımdır. Eğer Gorbaçov özü de değilse ki partiyle halk yektildi, halk bugün Azerbaycan'ın süverenliğini yok, Azerbaycan'ın müstakilliğini talep ediyor. Azerbaycan'ın yegane çıkış yolu bu vaziyetten. Azerbaycan'da tacilli olarak böyle mesele kaldırıplar ki Azerbaycan'dan 48 saat ərzində koşullar çıkmasa Azerbaycan Ali Soveti referandum geçirerek SSR'in terkibinden çıkma meselesini kuracak. Bana elə gelir ki işgalci koşullar çıksa da çıkmasa da Azerbaycan Ali Soveti'nin deputatları özlerinin sesiyasında Azerbaycan SSR'in terkibinden çıkma hakkında referandum elan etmelidir. Ve referandum vasıtasıyla biz bugün SSR'den çıkma meselesini katı koymalıyız ve bu meselenin üstünde ahire kimi dayanmalıyız. Çetinlikler olacak. İktisadi çetinlikler olacak, siyasi çetinlikler olacak. Lakin hiçbir tarihi çevriliş çetinliklersiz baş vermiyor. Xalq Cəbhəsinə hakimiyyət lazım değil. Xalq Cəbhəsinə xalqın hakimiyyəti lazımdır. Ve Xalq Cəbhəsi ona göre çalışır ki bugün referandum geçirilmelidir. Ve Azerbaycan SSR'in terkibinden çıkılması hakkında xalqın fikri burada imzalanmalı, yoklanmalı ve her bir adamın imzasıyla SSR'den çıkma meselesi bugün hallolunmalıdır. Bugün bu tarihi şəraiti, bu tarihi fürsəti biz elden verebilmeliyiz.